dünyanın ən sakit məkanındayıq. Bu, əbədiyyət məkanıdır. Və bu, şəhərin sakinləri arasında vətən üçün canlarından keçən insanlar var. Azərbaycanın yəqin ki, elə bir məkanı, elə bir şəhəri, kəndi yoxdur ki, ora şəhid verməsin. Və biz olduğumuz bütün məkanlarda, tarixi məkanlarda mütləq şəhidlər xiyabanını ziyarət edirik. Bu bizim bir vətəndaşlıq borcumuzdur. Əmircan kəndinin də şəhidlər xiyabanı var. Həm birinci, həm ikinci Qarabağ savaşı zamanı silaha sarılan və öz vətənini qorumağa gedən Əmircanlıların əbədi bir şəhərciyindəyik. Təsəvvür eləyin ki, çəkilişə gəlməzdən bir gün öncə 1-ci Qarabağ savaşında həlak olmuş və Şuşada qalıqları tapılmış bir nəfəri burada öz doğma kəndində torpağa tapşırdılar. Bugünün özündə də insanları 1-ci və 2-ci Qarabağ savaşında itkin düşmüş, uzun müddət tapılmayan cəsədlərin qalıqları yenə də tapılır, yenə də öz doğma vətənlərində torpağa tapşırılır və bura bir müqəddəs yerə çevrilir. Əlbəttə, şəhidlər bizim fəxrimizdir, qürur yerimizdir. Şəhidlər ölməzdilər və vətəni bölünməz edən insanlardır. Tarixi şəxsiyyətlərdir. Biz də bir vətəndaş olaraq, bir Azərbaycan vətəndaşı olaraq, yurdumuzun azadlığı uğrunda canlarından keçmiş bu fədailərin qəbirlərini ziyarət etməyi hər zaman özümüzə borc bilirik və dualarımızı əsirgəmirik. Allah yurdumuzun azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə, o cümlədən Əmircan kəndinin şəhidlərinə qəni-qəni rəhmət eləsin.